Salam, hər vaxtınız xeyir. Deməli, bugün ayın 25-də keçirilən 3-cü qrupların suallarına baxırıq. Burada hər iki variantdan olacaq. A da var, B də var. Baxaq, deməli, birinci sualımızda belədir ki, ardıcıllıqla gedəcək. O həmişə deyirdi ki, doğma torpaqlarımızı unutmamalı, onun hər qarışını geri qaytarmalıyıq. Bizdə burada nə istəyir? Yanlış fikirlər istəyir. Baxaq, elə mübtəda əvəzliklə tamamlıqlardan biri ismi birləşməklə ifadə olunub. Baxaq, mübtəda əvəzlik termi. Deyirdi, o, doğrudur. Geri qaytarmalıyıq nəyi? Torpaqlarımızı. Yox, mən səhv dedim. Onun hər qarışını. Deməli, burada bir dənəsi tamamlıqlardan biri ismi birləşməli. Deməli, birdə doğrudur, problem yoxdur. 2-yə baxaq. Nümunədəki xəbərlər eyni zamanda və eyni şəkildədirlər. Baxaq. Nümunədəkilər. Baxaq. Bunu silək. Deyirdi, indiki zamandadır. D hissəcikdir. Amma burada yoxdur. Çünki eyni şəkildə deyil bunlar. Biri vacibdir, biri zamandır. Ona görə 2 yanlışdır. 3-ə baxaq. Ortaq cəhət istəyəcək. Baş cümlənin xəbəri idi, köməkçi sözü ilə işlənmiş, indiki zamanda olan sadə feildir. Baxaq, baş cümlə hansıdır? Burada da o həmişə deyirdi, bu da baş cümlədir. Deyirdilər, bu da baş cümlədir. Deyirdi sözü də təbii ki, sadədir. Deməli, 3 doğrudur. 4-ə baxırıq. Zərflik və təyinin ifadə vasitələri eyni nitq hissəsidir. İkisində də. Həmən bunu silək. Baxaq. Varmış. Burada zərf. Nə zaman? Qədimdə. Qədim hansı nitq hissəsi olar? Ümumiyyətcə, bir dəqiqə geri zərfdir. Ona görə də bu yanlış olacaq. Qədimdə nə olacaq? Zaman. Qədimdə nə zaman? Zaman zərfliyi. Deməli, bu da doğrudur. Yoxsa səhv dedim mən. Bir dəqiqə, mən nəsə dedim, yanlış. Bir dəqiqə, mən qarışdırdım, sualı qarışdırdım, üzr istəyirəm. Zərflik və təyinin vasitələri eyni nitq hissəsidir. Burada zərflik, bəli, zərflə ifadə olunub. Amma təyin isə daş qoyub yurd salan. Bu isə feili sifətdir. Deməli, bu yanlışdır. 5-ə baxırıq. Əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşmə təyindir. Bunu deyirdi elə indi. Daş qoyub yurd salan. Deməli, əsas tərəfi feili sifətdir və feili birləşmə təyin. Deməli, 5 doğrudur. 6-ya baxaq. Həm baş, həm budaq cümlə mübtədası buraxılıb və müəyyən şəxsi cümlədir. Xeyr, müəyyən şəxsi deyil, bu qeyri-müəyyən. Deyirdilər, varsa, larla bitibsə, mübtəda yoxdursa, bu heç vaxt müəyyən şəxsi ola bilməz, qeyri-müəyyən. Bizdən də səhvlər istədiyinə görə cavabımız oldu 2, 4, 6, B variantı. Keçdik o birisinə, biraz bu vaxt apardı. İsə ididən sonra gəlib. Yəni, ididən sonra isə gəlib. Baxaq, bilərdisə bu zamandır. Zamandan sonra da 2 dənə belə şey gəlirsə, yəni idi isə, bu doğrudur. Eşit sözün kökü. Eşitmək sözün kökü zamandır. D və S isə artıq avtomatik olaraq hissəci olur. Bu da düzdür. Oturacaq sözündə acaq zamandır. Zamandan sonra gələnlər də avtomatik hissəci olur. Cavabımız oldu A variantı. Ucsuz bucaqsız tarlalar, biçənəklər, yaşıl yoncalıqlar bir-birini əvəz edirdi. Axşam günəşinin əks etdiyi asfalt yolla bir nit. Baxaq, buradan bizdən doğrunu istəyir. Düzəltmə isimlərdən biri feildən, digəri isimdən yaranmışdır. Düzəltmələr bitmək sözünün biçənək feildən, digəri nəydən yaranıb dedi? İsimdən yaranmışdır. Yonca, yoncalıq. Düzdür. Bir də deməli, problem yoxdur. Bir doğrudur. Sadə və düzəltmə sifətləri var. Baxaq, sadə. Burada mürəkkəb sifət də var. Avtomatik sadə də var. Deməli, ikinci cavabımız yanlış olacaq. 3-ə baxaq, hal şəkilçil isimlər ortağıdır. Cəm də qəbul etmişdir. Baxaq, hal harda var?
isimdir özdə. Günəşinin. Burada cəm yoxdur axı. Deməli 3 yanlışdır. Günəşinin sözdə cəm yoxdur. Şəxsə və cəmiyyətə görə dəyişən feil, yəni feilin şəkilləri indiki zamandadır. Baxaq. Edirdi, doğrudur. Çünki ırdan sonra dır gəlirsə birinci zaman olur. Bunda da gəlirdi, bu da doğrudur. Deməli, nə oldu? 4 doğru oldu. 1, 4, 5 ayrı yazılan 2 mürəkkəb söz var deyir. Burada, elə burada qeyd olunub, əks etdirmək, bir də bir neçə. Bu doğrudur. 1, 4, 5 hələ ki düzdür. Cavab çıxırsa, cavabımız D olacaq. Sifət və zərf işlənməmişdir deyir. Sifət və zərf. Baxaq, zərf axşam günəşidirsə artıq bu isimdir. Sifət varmı bəs burada? Burada da sifət də yoxdur. Deməli, bu da düzdür. Cavabımız oldu D variantı. Feildən düzəlmiş isim. Biz kökünə baxmırıq. Birbaşa lıqdan öncəyə baxır. Qarışıq nədir? Qarışıq olur sifət. Bölmək sözündən bölgə bu feildən düzəlib. Şəkilçi adları artıldığına görə döymək feil olsa da sonradan isim olub. Deməli, bu isimdən düzəlib artıq. İsimdən sonra isim olub. Deməli, 3 olmaz, 1 olmaz, 2 var cavablarımızda. Davam edirik. Sərmək sözündəndir. Sərgi, sərilir, bəli. 2, 4, sayıqlıq, sayıq da ayıq sayıq olmaq feil deyil. Ağ, ağarmaq, ağartı. 2, 4, 6 cavabımız oldu. A variantı. Azərbaycan hərbi sahələrdə qazandığı qələbələr Şuşanın düşmən işğalından xilas edilməsi müharibənin taleyində həlledici rol oynamış. Birbaşa bu cavabı yazıb, baxım düzdürmü bu? Bir qrammatik əsasdan ibarətdir. Yəni, sadə cümlədir. Qələbələr Şuşanın müharibənin taleyində. Belə cavab buymuş ki, bəli. Çünki bir qrammatika, sadə cümlədir da. Baxaq, rol oynamışdır nə? Qələbələr. Bu da buradadır. Baxaq, yaxşı. Uzundur. Yəqin ki, düzdür. Heç bir problem yoxdur. Olacaq C variantı. Bəli, doğrudur cavab. Homonimlik olsun. Sifət və feildir. Yağ deyə sifət yoxdur. Min deyə sifət də yoxdur. Bu nədir? At. At deyə sifət də yoxdur. Az da yoxdur. Dik. Bəli. Nəysə, belə deyək də. Dik yol, necə yol? Həm sifətdir, bir də ağac dikmək var. Bu da feildir. Sarı, sarmaq, bir də rəng mənasında. Sağ, sağ tərəf mənasında, bir də nəyisə sağmaq. Cavabımız E variantı. Gərginliyin nəticəsi oxuyanlar böyüklərin duası. Baxaq. Asılı tərəfi yəlik halda olan isimlə. Yəliklə olan bir dənə sözü var. Gərginlik. Deməli, bu birinə aiddir. Sonra, tərəfləri quruluşca sadədir. Burada gərginlik düzəltmədir. Oxuyan sadədir. Böyük düzəltmədir. Gərginlik isimdir. Oxuyan feil sifətdir. Böyük də sifətdir. Tərəfləri sadə olan bir dənə var. Demək, bu da heç hansına olmayacaq. Birinci tərəfi ismə aid qrammatik şəkilçilər qəbul etsə də isim deyil. Bax, bunların ikisində də şəkilçi var. Deməli, bu ikisinə aid olacaq. Sonra, mübtədanın ifadə vasitəsi kimi ola bilər. Ümumiyyətcə, hamısı ola bilər. Gərginliyin nəticəsi pis olur. Pis olur, nə? Gərginliyin nəticəsi. Oxuyanlardan biri qalib gəldi. Kim qalib gəldi? Oxuyan böyüklərin duası vacibdir. Vacibdir, nə? Böyüklərin duası. Deməli, bu üçünə də, yəni hamısına uyğun gəldi. Kökü feil olan düzəltmə söz. Kökü feil olan düzəltmə söz. Bu da feil. Böyük də gərgindir. Deməli, bu da ikisinə aid. Dedik mi, baxaq. Üçünə aid olan hansı oldu? Birə D, bəli. İkiyə də C və Y. Cavabımız D variantı. Can evimə sığışmayan arzular. Bu dünyada neçə dünya arzular. Bax, burada arzulayar mənasındadır. Arzulayar. Onda deməli, bir leksik, bir qrammatik olacaq. Aslan bəy anasının yun daradığını görür. Feili birləşmə ilə ifadə olmuş cümlə üzvü var deyir. Baxaq. Arzular, hansı arzular? Can evinə sığışmayan. Bu düzdür. Baxaq, bu içində də varmı? Görür nəyi? Anasının yun daradı. Burada da feili birləşmə var. Ona görə bir cavab deyil. Mübtəda
ümumi isimdir. Bəli, arzular. Arzulayar. Nə idi arzulayan? İsim. Bu düzdür. Burada isə xüsusi isim. Deməli, 2 doğrudur. Cümlə feili xəbərlidir. Arzulayar. Bu da feili xəbərdir. Görür. Bu da 2, 3. Hər bir cümlə üzrə söz birləşmə. Xeyr. Elə mübtəda burada sözdür. Ona görə bu səhvdir. İkinci dərəcə cümlənin hamısı varmı? Yoxdur. Elə bura baxsaq mübtəda tamamlıq və xəbərdir. Deməli, cavabımız doğrudur. B variantı. Cərgələrin birində bütün sözlərin yazılışı səhvdir. Elə baxan kimi puxtələmək olur. Burada referatdır. Bu E-dir. Nüsxə yox, nüsxə olmalıdır. Deməli, cavabımız oldu. B variantı. 10-cu suala baxaq. Sonra sualların ardını da ardıcıllıqla yerləşdirəcəm. Cümlənin şəxsə görə növləridir. Baxaq. Bütün məclislərdə onun qəhrəmanından bəhs edirdi. Bəhs etmək frazlar birlikdə olur, daha doğrusu mürəkkəb söz. Bəhs edirdi. Kim? Bəhs edilirdi, daha doğrusu, üzr istəyirəm. Bəhs edilirdi sualına biz sual verməliyik. Kim bəhs edilirdi? Belə məntiqsiz olar. Ona görə bu olur şəxs, şəxssiz. Sonra bütün məclisdə onun qəhrəmanı bəhs edirdilər. Kim bəhs edir? Bilmirik. Bir qrup şəxslər bəhs edirlər. Buna da deyilir qeyri-müəyyən. Cavabımız oldu C variantı. İlk 10 sual ardını da YouTube'a qoyacağım.